Salam hörmətli avtoklub izləyiciləri. Nərmin xanımımızdır bizim yenə də. Nərmin də və təəssüratlarını bildirirsən. Mən belə deyim də, şəhərdə çox sürməmişdim. Yəni qorxurdum da. Həmişə mən qorxudurdular ki, filan znaklar. Əslində ona görə unudurdum. Parkovkanı ümumiyyətlə bilmirdim. Parkovka mənim üçün qorxulu bir şey olub həmişə. İkinci gündüzü parkovka. Bugün üçüncü. Parkovkanın ikinci günüdür. Parkovkanın ikinci günündə fobiyamı atmışam. Eyvallah, super. Atmışam. İnşallah ki, davam edir. İnşallah. Belə yaxşı. Tövsiyələrim də nədir? Məsafəni saxlayırsan, xırda bir manevr eləyirsən, zolaq dəyişirsən, mütləq şəkildə pavarotikdən istifadə eləyirsən, güzgülər mütləqdir, orta, sağ, sol güzgülər. Vəssalam, bax, indi biz gedirik. Sol güzgüyə baxırsan, pavarotik aşağı, ay sağ ol, gedə süzərək zolağımızı dəyişir. Arxadan ki gələn maşın bax, o görsən bizə marqatlayır ki, sürətli gəlir, keçmə. İndi zolağını rahat şəkildə bax belə dəyişdin, güzgüyə baxırsan, pavarotik vururuq, zolağı dəyişirik, biz sola dönəcəyik. Dönməyinə də, amma ucu svetofora düşürük və burada biz dayanırıq. Bax belə, yenə də sola dönəndə ortada dayanırıq. Düz gələnləri buraxırıq, ondan sonra dönürük sola.